Deməli, mən bir şey demək istəyirəm. Məsəl üçün bizim bu başımıza gələn bu faciələr zadlar, bütün Qarabağda, Şərqi Zəngəzurda. Mən təəccüb eləyirəm, bəzən o yadımdadır ki, 93-cü ildə, 93-90-cı illərdə Cehim Mirzəyev çəkmişdi Xocalı barəsində kino. Onu deyək ki, o vaxtı hələ imkan zad yox idi, maddi imkan zəif idi. Deyək ki, o kino çəkilib, amma o dövr üçün yaxşı idi. İndi üçün təbii ki, zəifdir. Yəni onun senarisi də, çəkilişi də və s. Amma son zamanlarda mən baxmışam bir dənəsinə, indi biləm bəlkə də başqası da çəkilib. Xocalı barəsində kino çəkiblər. Baxırsan ki, kino o qədər şeydə çəkilib ki, aşağı keyfiyyəti o tərəfi. Yəni bunun senarisi o qədər zəifdir ki. Halbuki bu yaxın keçmişin bir hadisəsidir, qanlı bir hadisəsidir, faciəsidir. Burada da yetərincə şahidlər var və yaxud da video çəkilişlər olub o vaxtı. Mən təəccüb eləyirəm ki, niyə bunlar bunu belə çəkirlər ki? Çünki kino ən vacib təbliğat vasitələrindən biridir. Deyərdim ki, birincisidir. Kinonun vasitəsilə insanlar bir ölkəni tanıyır, milləti tanıyır, nə bilim, aktyorun tanıyır, hər şey. Yəni kino vasitəsilə olur. Məsələn, yaxşı bir kino çəkirsən, biri oradakı aktyorun zahiri gözəlliyinə vurulur, baxır o kinoya. Biri orada ki musiqiyə baxır, xoşu gəlir, o kinoyu izləyir. Biri senarisi onun üçün maraqlı gəlir, birisi aktyorun yaratdığı obraz xoşuna gəlir, biri nə bilim çəkilişi xoşuna gəlir. Yəni hər tərəfli də, bax elə yəni biz görürük də, baxırıq da, yəni elə kinolar var ki, yəni insanlar özünə cəlb eləyir. Hansı bir kino, hansısa bir ölkədə çəkilibsə, hamınla maraqlanır, hansı ölkədə, kimdir bunu çəkən və s. və ilaxır. Ona görə də belə şeylərə diqqət yetirilməlidir. Mən fikirləşirəm ki, çox diqqət yetirilməlidir. Yaxşı ki, xüsusilə də belə hansı bir faciəni ki, çəkirsən, faciə barəsində kino çəkmirsənsə, axı düşmən də var. Düşmən də götürüb deyəcək ki, bax, burada nə olub ki, elə bir şey yoxdur. O faciəni, bu Sayramgilin evidir. Deməli, o faciəni o qədər kiçildiblər, orada göstəriblər ki, sanki elə bir ciddi bir şey olmuyor da orada. Heç olduğundan nə qədər qat-qat aşağı şeydə çəkiblər. Yəni, mən çox təəccüb eləyirəm. Acı, məsəl üçün bir şey deyim. Bizim evimizə top mərmisi düşmüşdü. Bu da bizim elə evimizdir. Mən gedərəm evimizə tərəf. Bizim evimizə top mərmisi düşmüşdü. Evin yarısı yox idi. Xoşbəxtçilikdən yəni ölüm itim olmamışdı. Şükürlər olsun. Burada bizim hasarımız var. Hasar çəkmişdik. Darvaza var idi. Hasarımızı kökündən çıxardı aparıblar şərəfsizlər. Nəysə, bizim evimizə top mərmisi düşmüşdü. Evin yarısı yox idi. Mənim yadımdadır ki, mən onda Bakıda idim. Qardaşımla zəng vurdu. Atam zəng vurdu bizə, dedi ki, ümumiyyətlə gəlib sizə başqa cürə deyərlər. Bizə top düşüb mərmisi. Top idi, tank idi, bilmirəm. Elə bir şey yoxdur deyə, həyətə elə bir balaca dağıdıb. Nəysə, biz yadımdadır, sentyabrın 1-i səhər tezdən, onda da deməli, harcı 92-ci il idi. Avqust ayında düşmüşdü bizim evə top. Deməli, biz sentyabrın 1-i idi səhər tezdən, o başlandan saat 6 idi, nəyəcə durduq, gəldik maşını mindik Bakıdan, hələ onda komenda saat zadı vardı, saxladılar biz bir neçə yerdə, avtomatlı zadı, ora-bura hara gedirsiniz, nə edirsiniz, nəyəcə daha keçdik, gəldik. Gəldik, çıxdıq. Bura bizim darvazanın yeri idi. Gəldik, çıxdıq. Burada şivellerdə var, hamısını kəsiblər. Gəldik, çıxdıq evə, gəldik, gördük ki, evdə nə kəhliyə bax. Deməli, evin yarısı yoxdur da, qabaq tərəfi yoxdur. Bizdə aynəbənd, şüşəbənd, hələ bir üzrə deyir, aynəbənd sadə yoxdur, evlərin qapıları yoxdur. Evin, hətta mənim yadımdadır ki, evimizin aynəbənddə bizim stolu var imiş, üstündə də nərd. Nə stol var idi, nə nərd var idi, heç bir tikəsin tapma olmurdu. Bir balaca tikəsin gördüm ki, patolokun tavanın orasına batıb, birazı bu tərəfə düşüb. Qapılarımız yox idi. Qapı şüşələr, zadlar daha heç nə qalmamışdı. Siz təsəvvür edin ki, evdə, həyətdə bütün belə çalalar əmələ gəlmişdi. Belə dəhşətli bir hala düşmüşdü də ev. Şivelleri deşmişdi hətta, yadımdadır ki, şivelleri deşən qəlpə neçə dənə insan yan dalbadal düşsən, o neçə dənəsini deşib keçər də. Yəni, bax, elə bir şeydir, dəhşətli bir şeydir. Nəysə, gəldik.
Bunlara gördüm, mənim yadımdadır ki, biz məsəl üçün axşam üzrə yatanda, kravatda yatırdın. Bizə bütün deşik-deşik də tavan, döşəmə, zat hamısı deşik-deşikdi. Mərmər hər yeri deşib dağıtmışdı. Yatırdın, yatanda məsələn başını baxırdın, tavana baxanda oradan ulduzlar görsənirdi. Niyə? Çünki tavan deşik-deşikdi. Deşikdən demə tavan deşmişdi, oradan damı deşmişdi, damın dəmirini deşmişdi, oradan o görsənir. Və yaxud da ki, baxırdın zirzəmiyə baxanda zirzəmidəki sən yığdığın, nə bilim, qışa tədarük gördüyün şeylər görsənirdi və yaxud da orada nə alət varsa onlar görsənirdi. Hə, bizim burada bizim mətbəx idi. O vaxt qaz yeri deyildilər bizə kənddə. Qaz var idi, mən qaz yeri deyildi. Bizim burada qəşəng bir dənə şəftali ağacımız var idi. Hə, burada Sarı əmigilin evidir. Hə, nəysə. Evimizi hələ darmadağın dağıtmışdı. O, məsəl üçün, deyək ki, bu həmin o səhnə, orada, hə, qışın o oğlan çağı idi. Biz soyuqda qalmışıq, qapı yox, pəncərə yox, nəsə klonkazat çəkmişik, bütün hər yerə elə qalırdıq. Amma yenə də evi qızdırmaq mümkün deyil. Xoşbəxtçilikdən kənddə bizdən başqa heç kəsin evinə düşməmişdi. Çünki biz istəməzdik də kiminsə evinə düşsün. Hə, indi bizdə, məsəl üçün, bax, elə bir vəziyyətdə yaşayırdıq. Hə, indi bilmirəm, indi ola bilər ki, məsəl üçün, onu məsələn sevinənlər də ola bilərdi. Sevməyənlər, ürək ağrısı ilə izləyən, eləyənlər də ola bilərdi ki, məsəl üçün, hə, bu belədir, belə bir şeydir. Hər halda o bizim başımıza gələn, bizim o elə yaşamağımız mənim üçün çox ürək ağrıdıcı bir şeydir və şuur altında elə bir yer eləyib özünə ki, o insanı heç vaxt tərk eləmir. Və hətta görsən ki, tək mən yox, bu müharibə dövründə yaşayan insanlar, müharibə yerində, bölgəsində yaşayan insanlar, görsən, onlar yəqin təsdiqlər ki, bir də görsən ki, hər şey qaydasındadır, hər işin qaydasındadır, amma görsən keyfin yoxdur. Nədir? Çünki şuur altında elə bir şeylər var, elə negativ şeylər var ki, onlar sənə imkan vermir ki, sən rahat olasan, özünü yaxşı hiss eləyəsən. Bura bizim evin arxasıdır. Biz burada yayda oturardıq. Belə oturardıq, çayzad içərdik ailəlikcə. Burada tut ağacımız var idi. Sonra burada da tut ağacımız var idi. İndi bilmirəm, kəsiblər nəsə. Ya kəsiblər də, amma şərəfsizlər kəsiblər. Amma yenə də tut çıxıb. Hə. Evin arxasında oturardıq, burada çayzad içərdik. Hə, deməli o hadisə ki var idi. Məsəl üçün ki oldu bizim evdəki o hadisə ki, mən deyirəm ki, biz o vəziyyətdə yaşayırdıq. Götürəndə müqayisə eləyəndə başqa, məsəl üçün, evlərdə olan var idi, məsəl üçün, evində şəhid olan, məsəl üçün, kəndçimiz vardı, arası güllə atmışdılar, gəlib həyətində ayağını qırmışdı, amputasiya elədilər, nəsə yaralamışdı, amputasiya elədilər. Yəni, onu çəkən insanlar bilir də, onu çəkən insanlar bilir ki, bu necə əziyyətli bir şeydir, necə qorxunc bir şeydir, faciəvi bir şeydir. Hə, deməli, İndi əsl rejissor bu senari yazan özü araşdırıb axtarmalıdır, bütün bu şeylər araşdırıb senarini yazmalıdır. Rejissor da bu senarini oxuyandan sonra o kinonu çəkməmişdən öncə, bu mənim şəxsi fikrimdir, o kinonu çəkməmişdən öncə o kinonu öz beynində səhnələşdirməlidir. O aktyorların obrazlarını yaratmalıdır, aktyor necə oynamalıdır. Yəni o auraya o qədər girməlidir ki, ondan elə bir yaşamalıdır ki, hətta onun gecə yuxusuna girsin belə o kino. Ki, yəni, özü ki, indi mən baxıram, kino görsün, bir aya bir kino çəkirlər, bir ay kino çəkərlər. Sən necə düşündün? Sənin bir yaradıcılığın olmalıdır, onun üçün vaxt lazımdır, sən fikirləşməlisən, sən bunu əməlli başlı fikirləşmə, necə eləyim ki, təsirli olsun. İndi mən danışdığım, ta ki, bizim evimizə mərmi düşmüşdü, o hadisələr olmuşdu, biz məsələn o əziyyəti, istirabı çəkirdik də. Onu məsələn normal bir rejissor, yaxşı bir rejissor, onu elə çəkə bilər ki, məsəl üçün, yaxşı rejissor onu elə çəkə bilər ki, o cəmaət onu hiss edə bilsin. O dəhşəti hiss edə bilsin özündə. O auraya girə bilsin. Yoxsa elə belə insan var ki, rejissoram, nə bilim, biraz pulum var, kino çəkeyim. Yoxsa kiməsə yaxşı olması üçün kino çəkeyim. Kino çəkim, festivala gedim. Kino çəkim, pul qazanım. Və yaxud da var, indi çəkirlər, o təlxək kinolar çəkirlər, komediya janrında tərbiyəsiz sözlərdən istifadə eləyərək. Bu kino deyil ki. Yəni, bu, nə bilim, pul qazanılması üçün bir şeydir. Amma bizim əvvəl çəkilən kinolarımız, xatırınızdədir bu,
Nəsimi olsun, Yeddoğlu İstərəm olsun, Axırıncı Aşırım olsun. Baxmayaraq ki, Sovet dövründə çəkilib, Sovet ideologiyasına uyğun çəkilib, amma oradan yenə hərə özünə lazım olanı götürürdü. Məsələn, Kərbəlayı İsmailin davranışı, hərəkəti, danışığı. Halbuki onu orada pis qələmə verirdilər. Bir dənə Qəmlıya adam əsəbləşirdi ki, Qəmlı orada getdi, şeyi öldürdü, Abbasqulu bəyi. O kinoları biz hamısını əzbər bilirdik. Çünki onları göstərirdilər. Biz sabah məktəbdə ya məhəllədə onları hər gün təkrarlayırdıq oradakı müəyyən frazaları, zadları. Ona görə də biz onları yaxşı bilirdik. Hə, onlar gör necə çəkiblər. Hətta şeydə nədir? Yeddoğlu İstərəmdə ki, orada Gəray bəy orada razı olmur ki, hansısa bir komsomol gəlsin bunu gülləylə vursa özünü öldürür. Yəni burada kişi, əsl kişi obrazını yaradıb. Azərbaycan kişisi necə olmalıdır? Və yaxud da ki, Rüstəm kişi kinonun adı yadından çıxdı. Rüstəm kişi orada işte, olur kolxoz sədri rolunda gedir. Hə. Məsəl üçün orada düz indi göstərir ki, hansı kinoyla da yadından çıxdı. Hə. Orada göstərir ki, onun səhvi olur, eləyə düzü, qızın da səhvi olur. Amma gör orada kişi obrazını necə yaradırlar ki, yəni belə sözü bütöv, sözün üstündə duran baxmayaraq ki, səhvlər eləyir. Amma yəni baxırsan o kişiyə, hamı özünü ona oxşatmaq istəyir də. Normal insanlardan söhbət gedir. Yəni bax, bizim rejissorlar elə obrazlar yaradırlar, elə kinolar çəkirlər. Yoxsa indiki düşüblər ortalığa, nə bilim, kim nə gəldi çəkir. Xüsusilə də tarixi kinoları gərək elə diqqətlə çəkilir və yoxlanışdan keçirilməlidir ki, bu bir milləti təmsil eləyir. Və bu bizim evin qabağıdır. Bizim evin qabağıdır. Sonra bizim burada şey var idi, evimizin biraz qabağı da atmışdıq. Sonra turbalar bastırmışdıq ki, orada düzəldəcəyik. O da ki, qaldı yarı yarımçıq. Bayağı top mərmisi düşmüşdü. Evimizi darmadağın dağıtmışdı. Birazını da indi ermənilər dağıdıblar. Bax belə. Və bu faciələri elə olmalıdır ki, yaxşı rejissor çəkib insanlara bunu təqdim elə bilsin. Bax belə. Ona görə də mən razı deyiləm. Məsələn, baxıram, adam ürək ağrısı ilə baxır ki, bunların çəkdiyi kinolara bax. Yəni burada səsləndirmə yaxşı olmalıdır, musiqi yaxşı seçilməlidir, orkestr orada iştirak eləməlidir. Görüntü, hər şeyi artistin seçilməsi, aktyorun elə bir aktyorlar seçilməlidir ki, orada yəni yaxşı obraz yarada bilsin. Çox təəssüflər olsun ki, hazırda elə deyil, amma vaxt gələr yəqin ki, düzələr. Mənim yadımdadır ki, bir türkünün bir dəniz kənarında 93-cü ildə söhbət edir. Dedim ki, qardaş, sizin dedim yüzlərlə kinonuz var, amma bir dənə mükafat alanı yoxdur. Dedi ki, bəli abi, mən səninlə razıyam. Bizim həqiqətən də nə qədər kinolarımız var, amma bir dənə mükafat almayıb. Amma sizin bir də dedi, Yarasa səhv etmirəmsə kinosu dedi, hansı mükafat alıb. Dedi, bizim bir dənə cəmi dövlət tərəfindən çəkilmiş bir kinomuz var. O da Şaban orada ciddi rolda gedir. Deyir, o bir dənə hansısa mükafat alıb. Amma 2000-ci ildən sonra türklərin kino sahəsində sanki bir inqilab oldu. İndi gör necə kinolar çəkirlər. Ümid edirəm ki, bizdə də vaxt gələcək. Yəni vaxt keçibi həm yaxşı vəsait ayrılacaq, yaxşı kinolar çəkiləcək ki, həm bu bizim bu Qarabağ məsələsi yaxşı işıqlandırılsın, həm də başqa janrlarda kinolar çəkilsin. Və o tərəfdə Telman əmigilin evi görsənir. Bağımız da yaman gündədir. Həncir ağacımız var. Cəviz ağacımız var. Cəviz ağacı əvvəl evimizin yanındaydı. İndi gedib çıxıb aşağı. Hə, bax, bura bizim evin qabağıydı. Evin qabağıydı. Sonra buradan biraz da qabağa evimiz atmışdıq. Hə, söküb hamısını dağıdıblar. Bax belə.